Bu dərsimizdə X hərfinin səslənməsini öyrənəcəyik. X hərfi sözün əvvəlində gəldikdə onu Z olaraq oxuyuruq. Sözün ortasında gəldikdə iki hal var. Ya qıs kimi oxunacaq, ya da qız olaraq. Qıs və qız. Üçüncü halda isə yenə qıs kimi oxunur. Bu da sözün sonunda. X hərfinin 3 oxu şəkli oldu. Sözün əvvəlində Z olaraq, sözün ortasında qıs və qız olaraq, sözün sonunda qıs olaraq. İndi söz nümunələrinə baxaq. X hərfi sözün əvvəlində Z olaraq oxunacaq. Əvvəlcədən deyim ki, belə sözlər çox azdır ingilis dilində. Yəni X hərfi sözün əvvəlində gəldiyi sözlər sayca çox azdır. Xerox, xylophone, xenopus, xenophobe, xenia. Sonuncu sözdə X hərfi böyük hərflə yazılıb çünki insan adıdır. Xerox, xylophone, xenopus, xenophobe, xenia. Dərsin əvvəlində sizə bildirmişdim ki, X hərfi sözün ortasında gəldikdə ya qıs olaraq oxunur, ya da qız olaraq oxunur. Fərqi necə olacaq? Əgər X hərfindən sonra samit gələrsə, o zaman qıs olaraq oxunacaqdır birinci versiya. Yəni text, text. İkinci sözdə baxın, X hərfindən sonra sait gəlmişdir. Sait gələndə qız olaraq oxunur, yəni exit, exit, qız, exit. Text, exit. Yəni səslənməyə diqqət edirik. Samit olduqda, X-dən sonra samit gəldikdə qıs olaraq oxunur. Text. Sait gəldikdə X-dən sonra qız olaraq oxunacaq. Exit. 60, 60. T samit gəlmişdir. 60. Exam, exam. Sait gəlmişdir. Qız olaraq oxuyuruq. Exam. Extra, extra. Qısa olaraq oxunacaqdır. Extra. Next, next. Eyni ilə yenə qıs kimi oxunacaq. Hər son iki sözdə samit gəlir. Ona görə hər iki halda qıs kimi oxunacaq. Məndən sonra uca səslə təkrar edin. Text, exit, 60, exam, extra, next. Sözlərin sonunda X hərfi hər zaman qıs kimi oxunur. Tax, box, fox, fix, wax, six. Tax, box, fox, fix, wax, six. Bu dərsdə X hərfinə aid öyrəndiyimiz qaydanı sürətli şəkildə təkrar edək. X hərfi sözün əvvəlində Z olaraq oxunur. Belə sözlər ingilis dilində çox deyil. İkinci halda sözün ortasında qıs və ya qız olaraq oxunur. Əsas diqqət edirik. Sözdə, yəni X hərfindən sonra samit gələcək, yoxsa sait. Samit gəldikdə qıs, sait gəldikdə isə qız olaraq oxunur. X hərfi sözün sonunda hər zaman qıs olaraq oxunacaqdır.